İndiki qızlar rahatlıq istəyir. Eşitmisiniz heç bu cümləni? Niyə istəməsinlər ki? Biz də rahatlıq istəyirdik, amma cürətimiz yox idi. Çünki bizə öyrətmişdilər ki, qadın dözər, qadın susar, qadın göz yaşı ilə böyüyər. Biz dözdük, amma nəyə? Bəzən sevgisizliyə, bəzən hörmətsizliyə, bəzən də qadınsan deyib üstümüzə qoyulan yükə. İndi bu qızlar rahatlıq istəyir. Çünki nəhayət başa düşüblər ki, xoşbəxtlik dözümün içində yox, seçimdədir. Onlar dözmək yox, dəyişmək istəyirlər. Ağlamaq yox, danışmaq istəyirlər. Qorxmaq yox, yaşamaq istəyirlər. Biz dözdük ki, onlar istəməyə utanmasın. Onlar rahat yaşasın deyə biz səssiz qaldıq bəlkə də. Ona görə rahatlıq istəyir deyib qınamayın. Əksinə, sevinin. Bu o deməkdir ki, qızlarımız artıq öz dəyərini tanıyır.